Salam əziz dostlar, canlı yayımız başlayır. Babat debatdasınız, mən Kamran Həsənli, qonağımızı sizə indi təqdim edəcəm. Amma təqdimatdan əvvəl Press Klub. Burada həqiqətlər və argumentlər, faktlar təbii ki, həqiqət ümumiyyətlə argumentlər, faktlar dayanmalıdır. Siz like işarəsində tıklayın ki, daha çox insan bizi görsün, eşitsin. Bir də hansı şəhərdən, hansı ölkədən baxırsınızsa mütləq, rica edirik, mütləq onu yazın kommentlər. Bu monitoring düşmənləri bərk, amma dostlar da bərk. Dostları sevindirir, düşmənləri isə kədərləndirir. Bugünkü qonağımız isə siyasi şərhçi Xaqani bəy Cəfərli. Xaqani bəy, xoş gördük sizi. Xoş gördük. Mən də sizi və izləyiciləri salamlayıram və sizin çağırışa qoşularaq mən də izləyicilərə müraciət edirəm ki, verilişi bəyənsinlər, paylaşsınlar və həqiqətən də hansı şəhərdən, hansı bölgədən izləyirlər, onu da qeyd eləsinlər. Amma eyni zamanda Güney Azərbaycanı və şimal torpaqlarımızı, Dərbəndi xatırlamağı da unutmasınlar. Dərbənddən Həmədana kimi geniş coğrafiyaya salamlar olsun. Çox sağ olun Xəqa bəy, çox sağ təşəkkür edirik sizə və bilirsiniz, vaxtı ilə belə, məncə Bəşir Səfəroğlu deyəsən, belə digər aktyor mənim yadımdan çıxıb, iki aktyorun belə, uşaq idim mən ona görə, tez-tez verirdilər, belə səhnəciyi var idi. Üzbəüz, Lütfəli Abdullayev idi üzbəüz deyən anda, bir-birinə vur vurum deyirdilər belə. O gülməli idi. Düz, mən gülmürdüm o səhnəyə, amma necəsə gülməli görünürdü. Vur vurum, belə başlarında belə, ki, o kepka deyirlər. Elə bir papaqları da var idi. İndi Amerika ilə İranın üzbəüz dayanması o səhnəyə bənzəyir, amma biraz başqa cür. Yəni vurumdur, Amerika vurur. Elə bil o üzbəüzdəki İran yıxılır, durur, gəlir, üzü qanlı belə bir şey deyir ki, görürsən, mən sənə qalib gəldim. Bir dənə də vurur, təzədən durur, deyir ki, o biraz dayanaq qanun filanı dayansın, sonra gələn səni vuracaq, deyirsə ona bənzəyir. Amma niyə Amerika indi yəni ateşkəs elan etmişlər də? Ateşkəs elan etdi və yenidən İranı vurmağa deyəsən çalışır. Çalışırmı və niyə ateşkəs elan etmişdir? Kamran bəy, ilk onu deyim ki, bu ateşkəs deyildi. Bu bir fasilədir. Ateşkəs hansısa bir sənəd imzalansa, tərəflər öhdəlik götürsə, bu onlar bir ateşkəs. Azərbaycanla Ermənistan arasında 94-cü ildə imzalanmış bir ateşkəs var idi. Bişkekdə Rusiyanın vasitəçiliyi ilə imzalanmışdı. Tərəflər öz üzərinə öhdəliklər götürmüşdü və Rusiya vasitəçi olaraq çıxış edirdi. Bu artıq bütün dünyada normal olan bir şeylərdir ki, bir dövlət çıxış edir vasitəçi olaraq, tərəflər ateşkəsə razı olur, sənəd imzalayır və öz üzərinə öhdəliklər götürür. Hətta Camp David filan var. Bəli. Və yaxud da ki, 10 noyabr bəyanatı ilə bir ateşkəs elan olundu, ondan da sonra bir sülh prosesi başladı. Amma burada ortada bir sənəd yoxdur. Tərəflərin üzərinə hüquqi öhdəliklər qoyulan hər hansısa bir sənəd yoxdur. Sadəcə olaraq tərəflər müharibəyə fasilə veriblər. Əgər bir sənəd imzalansaydı, bu olacaqda ateşkəs. Məsəl üçün, İslamabadda keçirilən danışıqlar nəticəsiz bitdi. Orada bir hər hansısa bir keçid sənədi imzalansaydı, biz buna deyə bilərdik ki, ateşkəs. Yəni mənim yanaşmam belədir ki, bu ateşkəsdən daha çox fasilədir. Bütün dövrlərdə müharibələr arası fasilələr olur. Amma Amerikanın elan etdiyi fasilədir. Çünki Amerika dedi, dayan, İran da dayan. Bəli. Amerika hesab edir ki, İran bu qədər zərbələrdən sonra, bu qədər itkilərdən sonra artıq tələfat verməmək üçün danışıqlar masasında oturub ağlını başına yığıb bir sənədə imza atmalıdır. İndi İran rəsmilərinin dediyinə görə 38 günlük müharibədə İrana təxminən 270 milyard dollar ilkin hesablamalara görə zərər dəyib. Amma mənim təxminən hesablamalarıma görə daha çoxdur. Yəni belə deyək ki, 300 milyardı falanı keçir, bəlkə də daha çox. Amma İran bunun yerini neçə ilə doldura bilər? Hər il 10 milyard bura sərf eləsə, bir 30 il lazımdırmı? Yəni 28 fevraldan öncəki 27 fevral tarixindəki şəraitə qayıtmaq üçün... Onsuz o şərait nə gündür? Bəli. Bundan sonra 30 il ən aşağısı ildə 10 milyard xərcləyə bilsə, onu da xərcləyə bilməz. O pul yoxdur. Ən aşağısı 1-2-3 milyard yaxşı halda xərcləyə bilər. 100 il vaxt lazımdır ki, 27 fevral 2026-cı il tarixinə qayıda bilsin. Amma indi yenidən vursa... Amma bunu başa düşmürəm. Azərbaycanda da bir çoxlar deyir ki, gördünüz İran məğlub olmadı, İran qalib gəldi. Qalib gəldi, Allah gülməlidir. Məğlub olmadı, desələr... Yəni bunların bilmirsən, nə hansı argumentlə, hansı dəlillə inandırasan ki, arkadaşım, 300 milyard ölkəyə təkcə bu 38 günlük müharibədə zərər dəyib.
Ali dini rəhbərdən düz slavi bir əsgərə kimi 2000-dən artıq adam itiriblər. Böyük əksəriyyəti rəhbərlikdə olan şəxslərdir. Ölkənin donanması məhv edilib. Xəzər dənizindəki donanması məhv edilib. Ölkənin hava qüvvələri məhv edilib. Hava müdafiə qüvvələri isə yox idi dediniz. Darmadağın olub ölkə və Prezident Məsud Pezeşkiyan təkid edir ki, daha bir ay müharibə İranda hər şey məhv olar. Daha müharibə bir ayda davam etsə, hər şey məhv olar. Prezident Məsud Pezeşkiyan ağlı başındadır. Amma o birlər hesab edir ki, təslim olmaqdansa və yaxud da ki, belə deyək ki, hansısa bir atəşkəsdənsə, bunlar öləcəklər Amerikanın endirdiyi zərbə ilə və yaxud İsrailin, ondan sonra cənnətə gedəcəklər. Buna inanan adamlarla hər hansısa bir, belə deyək ki, mükalimə aparmaq, hər hansısa bir müzakirə aparmaq mümkün deyil. Mərhum Süleyman Dəmirel Türkiyənin Mustafa Kemal Atatürkdən sonra yetişdirdiyi ən böyük dövlət adamı idi və Türkiyənin də yaxın şərqində problemlərini çox gerçəkdən bilən adam idi. Çox dərin təfəkkür olan adam idi. Onun gözəl bir sözü var. Deyir ki, siyasətdə Allahla yarışılmaz. Bax, burada da eyni şeydir. Bunlar ölsələr bu zərbələr nəticəsində cənnətə gedəcəklərinə inanırlar. Bunlarla necə deyə bilərsən ki, sən məğlub olmuşsan. Deyir ki, mənim məğlubiyyətim mənim cənnətə aparır. Daha doğrusu ölümüm məni cənnətə aparır. Bu hətta ölümün də qəlbə sayır. Bununla necə danışır? O da armaturu vurub başına, göz başına vurub. Onun üçün də onu elə öyrəşib o belə başına zərbə dəymək. Belə bir vəziyyətdir. Ona görə də burada demək ki, İran rəsmilərinə bax, siz bu qədər zərbə almışsınız, bu qədər sizə zərər dəyib, ziyan dəyib, bundan sonra heç olmasa ağlınızı yığın başına, bu bihudə bir şeydir. Çünki onlar hesab edir ki, bu müharibənin sonunda ya qalib gələcəklər, ya da cənnətə gedəcəklər. Dövlət rəhbərləri həmsə öldürüb, Xomneydən tutmuş. Yəni burada onlar məğlubiyyət onu düşünmür, deyir cənnətə gedəcək. Ona görə də bunların danışmaq çox çətindir. Böyük Mustafa Kemal Atatürkün çox gözəl bir sözü var müharibə ilə bağlı. Deyir ki, bir müharibə sizi müharibədən əvvəlki şəraitə nisbətdə ölkənin vəziyyətini yaxşılaşdırmırsa, dövlətin vəziyyətini yaxşılaşdırmırsa, onu başlamaq fəlakətdir. Bunu hər şəhzadəsi adlanırlar Mustafa Kemal Atatürk deyib. Atatürkün hərbi duhasına qərbdə də, şərqdə də hər yerdə hörmət ediblər ki, bu gerçəkdən bir hərbi duhasıdır. Sonra dövlət duhası olduğunu da təsdiqlədi. Yəni, mənim ifadə elədiyim ondan ibarətdir ki, bütün bu böyük adamlar hamısı ifadə ediblər ki, qələbə nədir, məğlubiyyət nədir. Amma indi İranlar dediyim kimi, bunlar hesab edir ki, bunların qarşısında iki yol var. Biri qələbədir, biri də cənnətdir. Ona görə də bunlarla nəyə danışmaq olar ki? Əslində, mən ətrafımda elə insanlara çox rast gəlirəm. Bu psixologiya çünki təkcə İranda deyil də, bu ərazidə yaygın bir psixologiyadır, qul psixologiyası və bilirsiniz, Muammar Kaddafi məsələn, masa arxasında siz eşitmişsiniz, bu ümumiyyətlə Azərbaycanda bir yalan, hansısa, mən məsələn Azərbaycandan danışıram, bir yalan düşmən tərəfindən, kim tərəfindən olursa olsun, əgərlər belə piyasaya buraxıldısa cəmiyyətin içinə, həmin o başı boş taxta baş zümrəsi var, onu götürəcək və hamısı onu təkrar edəcəklər. Hamısı eyni cür. Elə ki, siz Muammar Kaddafi'dən söhbətsə, deyək, yaxşı kişiydi o. Deyirsən ki, sən yaxşı kişi kimə deyirsən? Deyirəm, bu adamı öldürürlər öz xalqı. Və bu, bilirsiniz, belin sapı ilə filan. Yaxşı kişi elə ölər səncə? Deyir, İngilis elədi, deyirəm, yanındaydın. Elə eşitmişəm, deyirəm, mən eşitdiyi demirəm, mən faktdan danışıram. Belin sapı ilə öz xalqı ona elə də öldürdü. Üstəlik də öldürəndən sonra cibindən deyirəm, qızıl tabanca çıxdı. Bu kişiliyi olsaydı, heç 2-3 nəfəri vurardı da. Özünü öldürərdi, intihar edərdi. Heç olmasa onu deyirəm də, sonra özünü öldürərdi. 2-3 nəfər vurardı ki, mənim bellə şey eləmək istəyirsiniz, biabır eləmək istəyirsiniz. Amma o qızıl, o dedi, mən sizin at qozam, bizə əl vurmuyor, öz xalqını o hala qoyub. Öyrətələr də indi də iki yerə bölünür. Amma bu, həmən o taxta başı olan, həmən o zümrə, onlar elə uğursuz adamları sevirlər. Belə ölmüş, məğlub olmuş, başa düşürsünüz, bütün gün onun üçün ağlayacaq və deyəcək ki, o çörək verər, eşitmişəm, o zümrə əslində elə hala gətirib çıxardıb ki, İranı. Bugün, baxın, əvvəla, mən indi istəyirəm Hörmüz boğazını bağlamanı sizlə müzakirə edəyək, çünki
Çox qəribə bir məqam var Xəqan bəy. Bax göz önündə hamının gördüyü bir mənzərəni kimsə elə bir David Copperfield qara belə pərdə salıb və dünya onu görmür. Əsasən Azərbaycanda mən fikir vermişəm və heç postsovet ölkələrində də, hətta Ukraynada da görmürlər. Hörmüz boğazının bağlanması ancaq Amerika sərf edir. Çünki neftin qiyməti qalxıb və nefti də indi ancaq Amerika satır. Venezuelanın neftini alıb qoyub cibinə, bir yerdə onu satır. Nə Ərəbin oradan nefti çıxa bilir, nə İranın nefti çıxa bilir. Üstəlik də özü də 2 qat bağlayıb oranı Amerika. Birini İrana həvalə, birini də özü eləyib, bağlayıb. Mən belə şübhələnirəm ki, bu proyekt Kuşnerin proyektidir. Çünki Kuşner çox yaxşı biznesmendir, əla biznesmendir. Üstəlik də Amerikanın büdcəsinə böyük pul gəlir. Təbii ki, partiyanın özündə, orada da başqa. Yəni, bütün Amerikada olan o güclərin, maraqları üst-üstə düşüb və burada təbii ki, İranın sonu məğlubiyyətlə bitəcək. Siz necə düşünürsünüz? O Hörmüz boğazının bağlanmağına mən düzgün qiymət verirəm, yoxsa bəlkə başqa cürdür? Çox doğrudur, çox doğrudur. Çünki bircədəniz rəqəm, statistika deyim və sizin fikirlərinizin təsdiq olur. Hörmüz boğazı bağlanandan və neftin qiyməti qalxandan sonra Amerika bəlkə də bir 200 tanker neft satır. Təkcə bir neçə gün bundan qabaqda hansı tarixdə yadımdan çıxıb, bir gündə Amerika sahillərindən 132 tanker ayrılmışdı. Təbii ki, Rusiyanın neft yolu yolunu almalılar. Bunlar təxminən 60-70 dollar, neftin qiyməti 60-70 dollar olanda alınıb yığılmış neftdir. İndi 110 dollara, 105 dollara, yəni o belə deyək ki, gerçək neftə, neftin sənədi yox, neftin özü, tankerdə olan neftin özü bu günlər daha bahadır və onu doldurub tankerlərə satılır. Yadımdan çıxıb ayın hansı tarix idi, bir gün ərzində Amerikasının sahillərindən 132 tanker ayrılmışdı. Bunlar da 1 milyon, yarım 2 milyon barel neft daşıyan tankerlərdir. Yəni, Amerika oradan çox böyük pullar qazanır və dünyada o Hörmüz boğazının bağlanmasından ən çox fayda götürən ölkə Birləşmiş Ştatlardır. Təkcə bu iqtisadi tərəfini demirəm. Onun əsas rəqabət apardığı Çin bundan çox böyük zərər görür. Çünki Çin dünyada ən çox neft ixal edən ölkədir. Neftin barelinin 1 dollar qalxması Çin üçün çox ciddi zərbədir, daha çox vurğa işləyirlər. Və Çində istehsal olunan malların maya dəyəri artır. Çinə ucuz enerji lazımdır. İndi Amerika İranı vadar eləyib, İran Hörmüzü bağlayıb. Amerika Birləşmiş Ştatları deyir, mən bağlamamışam. Sənin müttəfiqin bağlayıb. İran özü deyir, İran özü mən bağlamışam, hər 200-ə qaldıracam qiyməti. O belə. İndi, məsəl üçün, Rusiya neftdən asılı bir ölkə idi və neftin qiymətinin qalxması Rusiyada həyat səviyyəsini qaldırırdı, Rusiyanı gücləndirirdi və Putin hakimiyyəti də onun üzərində güclənirdi. Putin çox ustalığına, Rusiya diplomatiyası çox ustalığına Venezuelanı və İranı dünya neft bazarından çıxarılmasına nail oldu. Hər ikisini qızışdırdı. Venezuelada axmaq bir adam idi, Maduro, ondan sonra gələn ondan əvvəlki o Hugo Chavez, ikisi də axmaq bir adam idi. Rusiyanın oyunları ilə düşərək Birləşmiş Ştatlarla qarşı durmaya getdilər və Birləşmiş Ştatların sanksiyaları onlar dünya neft bazarından çıxartdı. Venezuela və İranın dünya neft bazarından çıxarması yalnız bir ölkəyə sərfəli idi, Rusiya. O da bəli, o dördü. Bəli. Yəni, sanki Rusiya bunların müttəfiqidir. İranın və Venezuelanın müttəfiqi kimi çıxış edir. Amma Rusiya üçün həyatı önəmli məsələdir ki, bu iki böyük neft ixracatçısı bazarda olmasın. İndi tam tərsidir. Sanki Amerika Hörmüz boğazının açılmağını istəyir, amma Hörmüz boğazının bağlanması isə ancaq Amerikaya xeyir eləyir. Bəli. Oyunun tərsidir. Yəni bu böyük dövlətlərin oyunu belədir, siyasəti belədir. Rus, İran və Venezuela sona kimi anlamadı ki, Rusiyanın belə deyək ki, fitnəsi ilə və yaxud da ki, Rusiyanın qızışdırması ilə Qərblə tutduqları bu qarşıdurmada ən çox Rusiya qazanır. Onların yeganə fayda verdikləri ölkə Rusiyadır. Özləri zərər görür, Rusiya fayda verirlər. İndi bunu izah eləmək çox çətindir. Çünki insanlar, az öncə dedik, İranda necə ki, cənnət ilə qələbə arasındadır bunun seçimi və yaxud da ki, taleyi
ya cənnətə gedəcək, ya da qalib olacaq. Ona görə də bunlara nəysə bir məntiqi fikrə inandırmaq mümkün deyil. Ona görə də bütün şərq belə fəlakətli durumdadır. Belə ağır durumdadır. Çünki Yəni o psixoloji bəli, tamamilə bunun nəticəsi. Çünki ağılla düşünmə yoxdur. Hisslər, duyğular hər şeydən öndədir. Azərbaycanda bax bu günlərdə bir məlumat yayıldı ki, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin Vaşinqtona göndərdiyi diplomatik məktublarda, teleqramlarda Azərbaycanda anti-Amerika əhval-ruhiyyəsi artıq qeyd olunur. Yəni bu Azərbaycan mediasında özdə hakimiyyətə yaxın mediada yayılmış məlumatdır və rəsmi məlumatdır. Yəni o istinad olunub, əsassız deyil, tamamilə təsdiq olunmuş məlumatlar. Mən isə indi deyirəm ki, bax, burada Amerikana söyürsünüz, İranı dəstəkləyirsiniz. Bunu da deyirsiniz ki, mən belə düşünürəm, bu fikir. Birincisi, məsuliyyətsiz fikir azadlığına daxil deyil. Məsuliyyətsizliyin harada olur olsun, onun bir azadlığa aidiyyəti yoxdur. Azadlıq ən əvvəl məsuliyyət deməkdir. Fikir azadlığı, söz azadlığı ən əvvəl məsuliyyət deməkdir. Sənin bir bilgin olmadan fikir bildirirsənsə, deməli məsuliyyətsiz adamsan, sözün və fikrin dəyərini bilmirsən, qiymətini bilmirsən, elə bilirsən ki, sənin də söz, fikir bildirmək haqqın var. Bildirir və ölkəni gətirib bu yerə çıxarır ki, buradakı səfirlikdən məktub gedir, diplomatik teleqram gedir ki, Azərbaycanda Amerika qarşı əhval-ruhiyyə artır, İrana dəstək artır. Mən də deyirəm ki, bu bilsin nəyə gətirib çıxaracaq. Bu Amerikaya heç bir təsir olmayacaq. Hətta Amerikanın üzərindən bir belə də ki, milçəyin uçması kimi bir şey deyil. Amerikaya heç bir təsiri yoxdur. Biz Amerikaya hər hansısa bir təsir etmək gücündə olan dövlət deyilik. Çin, Rusiya kimi dövlətlər bu saat Amerika ilə hər hansısa bir qarşıdurmadan, toqquşmadan yayınmağa çalışır. Çünki Amerikanın necə təhlükəli olduğunu gözəl bilirlər. Qüdrətlidir. Bəli, çox həddindən artıq. Yəni Biden dedi ki, bəşəriyyətin tarixində belə dövlət olmayıb və bu gecikəcəkdir. Məsələn, kosmosun lideridir, hərbin lideridir, texnologiyanın lideridir, süni intellektin lideridir. Bütün sahələrin lideri budur. Hətta dərman istehsalının lideri budur. Bəşəriyyətin yarısı onun dərmanlarına asılıdır və yaxud da ki, Trump bəyan elədi ki, Ümumdünya Səyyahət Təşkilatından çıxırlar və bundan sonra Ümumdünya Səyyahət Təşkilatına pul köçürməyəcəklər. Mən çox yaxşı bir təhlil oxudum, analiz oxudum, araşdırmaydı. Orada qənaət ondan ibarətdir ki, Birləşmiş Ştatların və Birləşmiş Ştatlardakı iş adamlarının, Bill Gates, Birləşmiş Ştatlardan sonra ən çox Ümumdünya Səyyahət Təşkilatına pul ödəyən şəxs, dövlət Bill Gates'dir. Heç bir dövlət Bill Gates qədər şəxsi öz adına fiziki olaraq ola bilər. Məsələn, Rusiya, Çin, heç biri Bill Gates qədər pul vermir. Yəni, faktiki olaraq... İndi Amerika oradan çıxandan sonra Bill Gates onu davam etdirir? İndi orasını bilmirəm ki, bu hansı siyasət aparacaq, hansı yol seçəcək. Amma orada o təhlildə şeydir ki, Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səyyahət Təşkilatına ödəmələri, eyni zamanda Amerikan iş adamlarının ödəmələri nəticəsində son 10 ildə 100 milyondan artıq insan ölümdən xilas olub. 100 milyondan artıq özü hansı insan, uşaq, 100 milyondan artıq uşağı Afrikada, Asiyada ölümdən xilas ediblər. O yolxucu xəstəliklərdən, o hansı ki, məsələn, qızılca falan kimi xəstəliklərdən ölürlər. Çünki şey yoxdur, belə də peyvənd yoxdur, peyvəndlə anlayışlar yoxdur. Amerikanın pulu, Bill Gates'in pulu hesabına orada Ümumdünya Səyyahət Təşkilatı və ilkin hesablamalar belədir ki, 10 il ərzində təkcə 100 milyondan artıq insanın ölümünü xilas ediblər. Hələ bunun əvvəlini demirəm. Bu Bill Gates, amma yeri gəlmişkən Amerikanın məşhur ulduzları da bilirsiniz, nə qədər çox pul xərcləyirlər. Hətta yetim uşaqları götürürlər, siz zənci olsun, siz gözü çəkik olsun, götürürlər, saxlayırlar falan. Orasını burasını böyütməyə pul xərcləmirlər. Dünyada olan problemlərə və çətinliklərə pul xərcləyirlər. Yəni bunu ifadə eləmək istəyirəm ki, indi İran olsun və yaxud da ki, yaxın şərq ölkələri olsun və yaxud da Azərbaycan olsun. İndi Azərbaycanda Amerikanı söyürlər və yaxud da İranı dəstəkləyirlər. Bunun Amerikaya heç bir zərəri yoxdur, amma bizə çox böyük zərəri olacaq.
Çünki sabahları ola bilər ki, bizim tələbələrə Amerikaya viza verməsinlər. Çünki viza məsələsinə Trump baxmır. Dövlət departamentindəki məmurlar baxır. Onlar da baxırlar ki, Azərbaycandan gələn məktublarda anti-Amerikan əhval-ruhiyyəsi var. Bir neçə gün bundan əvvəl Türkiyədə böyük bir qalmaqal oldu. İqtidardakı AK Partinin, Ədalət və Qalxanma Partiyasının keçmiş deputatlarından biri, indi də partiyanın öndə olan şəxslərindən biri, bütün günü televiziyalarda şərhçilik edən biri, gedir Amerika səfirliyinə müraciət edir ki, Amerikaya turist kimi bir viza rədd cavabı verirlər. Türkiyə səfirliyi müraciət elədi, rədd cavabı verirlər. Yəni, Türkiyənin milyarderləri, əlində 3 milyard, 5 milyard sərvət olan, Türkiyədə onlarla zavodu, fabrika olan adamlar bütün günü həyəcan təhvili çalırlar ki, bizə viza vermirlər. Mənim milyardım var, amma mənə viza vermirlər ki, sənin geri qayıtmağın şübhə altındadır. Sən Amerikada qala bilərsən. Sən inanmırıq ki, sənin ömrünüzü milyarderdir. Hansı ki, zamanı Amerikaya getməsini arzu edirlər, amma... Bəli, Türkiyədə də onlarla zavodu var. Deyirəm ki, bax, Türkiyəni bu vəziyyətə, bu televiziyalarda, sosial şəbəkələrdə, qəzetlərdə, saytlarda gedən anti-Amerikan kampaniya, onun hamısı hər gün səfirliyin işi onların hamısı ilə bağlı Dövlət Departamentinə məlumat göndərməkdir. Necə ki, Azərbaycandakı səfirlik göndərib ki, İrana burada rəğbətini dəstəyi artıb anti-Amerikan, nəticəsi bir günləri Azərbaycan tələbələrinə viza verməyəcəklər. O, İranı müdafiə edib, Amerikanı söyənlər üçün onun heç bir fərqi yoxdur. Əksinə onlar sevinəcək. Amma Azərbaycan xalqı geri düşəcək və tədricən Əfqanların, Taciklərin, başqa xalqların birinə çevriləcək. Çünki dünyanın ən yüksək ali təhsili Birləşmiş Ştatlardadır. Birləşmiş Ştatlardakı ali təhsil dünyada bir nömrə hesab olunur. Və Birləşmiş Ştatlardakı təhsil, məsəl üçün, indi bəzən deyirlər ki, geçsin Türkiyədə oxusun. Yəni, və öz universitetlərimizdə oxusun. Başa düşmürlər ki, bizdəki Türkiyədəki universitet gerçək universitet deyil. Bu, ali təhsil müəssisəsidir, amma universitet deyil. Universitet elm öyrədən müəssisədən daha çox elm istehsal edən müəssisədir. Məsəl üçün, Amerikan universitetlərinin hamısının böyük laboratoriyaları var. Məsəl üçün, mən bizim orada oxuyan tələbələrlə danışıram. Biri mənə deyir ki, deməli, New Yorkda oxuyur, New York Universitetində oxuyur və bu yeni dərmanların orada, belə deyək ki, kəşfi ilə məşğul olan bir laboratoriyada işləyir. Daha doğrusu, o təhsil üzrə orada da çalışır. Deyir ki, elə şeylər var ki, dərmanlar, pusatları gündəmlərdə hazırlanır və sınaq dövründədir. Deyir ki, o uğurlu olsa, xərçəngi soyuq dəymə kimi müalicə eləyəcəklər. Əməliyyat filan gündəmdən çıxacaq, həblər olacaq, həbləri atacaq, sağalıb çıxıb gedəcək. Bu xərçəng insanın fəlakəti olmaqdan çıxacaq. Biokimiya filan. Bəli, bundan hamısı gündəmdən çıxacaq. Deyir ki, elə böyük kəşflərin üzərində işlər gedir ki, deyir, onun içərisinə düşməsən, onları görməsən, inana bilmirsən. Deyir, elə şeylər gedir ki, adam bəzən həyəcanlanır ki, mən xəstələnməyənə kimi o dərmanlar kəşf olunsun ki, tutaq ki, əməliyyata filana ehtiyac olmasın da, indi heç kəs xəstələnməkdən sığortalanmayıb da, bax, biz ondan məhrum edəcəklər. Bizi texnologiyadan məhrum edəcəklər. Məsəl üçün, Türkiyə Birləşmiş Ştatların NATO-dakı müttəfiqlərindən biridir. Özü də nə vaxtdan bəri müttəfiqidir? 52-ci ildən bəri NATO-dakı müttəfiqidir. Sovet burnunu soxurdu Türkiyəyə. Türkiyə məcbur idi ki, NATO-ya müraciət eləsin ki, Sovetdən, Ruslardan qorunsun deyənə. Yoxsa Stalin tutub həm boğazı alacaqdı, həm də ki, torpağın bir 30.000, 40.000 kvadrat kilometrini alacaqdı və Ermənistan düzəlirdi orada. Bilirsiniz də, o torpaqların üstündə hətta ermənilərlə gürcülər arasında dava gedirdi ki, bizə daha çox düşməlidir. O vaxt ki, Gürcüstan Komünist Partiyası ilə Ermənistan Komünist Partiyası arasında çox böyük dava gedirdi ki, bura bizim torpaqlardır. Hər ikisi iddia edirdi və
bilirdilər ki, Stalin bunu alacaq. Çox böyük ümidləri var idi ki, Stalin bunu alacaq və yaşasaydı da alacaqdı. Bunun heç bir şübhəsi yoxdur. 53-cü ildə o ölməsəydi alacaqdı. Yəni və Türkiyədən NATOya girməsəydi hökmən alacaqdı. Bunun orası burası yoxdur. Heç kəs özünü naza qoymasın. Heç kəs mənə o dövrdə Türkiyə zəif idi, bəli. Sovet İttifaqının o dövründə, müharibədən çıxmış Sovet İttifaqının o dövründə heç bir dövlət Sovet İttifaqına müqavimət göstərə bilmirdi. Avropada sərhədləri istədiyi kimi çəkirdi. Şərqdə istədiyi kimi çəkirdi. Birləşmiş Ştatların nüvə təhdidləri hesabına İrandan çıxıb İrandakı qoşunlarına yalnız Birləşmiş Ştatlar 45-ci ildə Rusiyaya qarşı nüvə silah tətbiq edə biləcəyini səsləndirəndən sonra İrandan çıxıb. İrana girməyə də bizə xeyir eləyirdi. Güney məsələsi. Sonra oradan da çıxmayacaqdı əgər Birləşmiş Ştatların o təhdidi olmasaydı. Yəni dünyanın bir neçə yerində onun irəliləyişinin qarşısını Birləşmiş Ştatlar nüvə təhdidi ilə alıb. 45-50-ci illər arasında da Sovet İttifaqının nüvəsi yox idi. Yeganə nüvə dövləti Birləşmiş Ştatlar idi. Ona görə istifadə eləmişdi, nümunə kimi göstərmişdi Yaponiya. Ona görə də bax indi deyəndə görürsüz ki, insanlar bilgiləri yoxdur və yaxud da ki, duyğu ilə, hissiyatla davranırlar. İndi mən insanların nə duyğularına, nə hissiyatlarına qarışmıram, amma dövlət işi hissiyatla olmur. Dövlət ağıl işidir və indi Azərbaycan hakimiyyətini tənqid eləmək olar, tərif eləmək olar, amma bir gerçəkliyi vardır ki, Qərblə də, Şərqlə də siyasətini ağıl üzərindən aparırdı, duyğu üzərindən yox, hissiyat üzərindən yox. Üstəlik də daha çox qərb yönlüdür. O bizə o sevindir. Qərb yönlüdür. Bu ilk dəfədir Azərbaycanda. Dövlət siyasəti hansı istiqamətdə aparırsan apar. Birincisi seçim, doğru seçim taleyini müəyyən edəcək. Məsəl üçün Cənubi Koreya ilə Şimali Koreya. Bunların seçimi biri Rusiyanı seçib, Sovet İttifaqını seçib, biri Amerikanı seçib. İndi taleylər göz qabağındadır və yaxud da ki biri balın içində gözəl yaşayır, pul da var, hər şey də var. O birisi isə kim çırğının yəni bu xalqların seçimi onların taleylərini müəyyən edir. İndi mən istəyirəm ki, Azərbaycan da doğru seçim etsin. Amma dövlət siyasəti hansı istiqamətdə olmasından asılı olmayaraq o ağla dayanmalıdır. Hissə, duyğuya dayana bilməz. Bax, bu günləri mənim qənaətim ondan ibarətdir ki, son 6 ildə Azərbaycan ilk dəfə son zamanlar zərbə dəyməyə başlayıb. Həm hakimiyyətdə işini bilməyən adamların apardığı işin nəticəsidir. Bilmirlər ki, məsəl üçün bu addım bu xalqa nəyin bahasına başa gəlir, dövlətə nəyin bahasına başa gəlir. Hətta iqtidar sahiblərinin özünə nəyə, Prezident İlham Əliyevə bu nəyin bahasına başa gəlir, bunu bilmirlər və ağızlarına gələni, ağıllarına gələni eləyirlər. Hesab edirlər ki, sanki insanların duyğularını oxşamaq, insanların duyğularına cavab vermək doğru işdir. İnsanların duyğularına cavab vermək doğru iş deyil. Dövlət duyğuların üzərində olmaz, dövlət ağlın üzərində olar və tarixdə belədir. Duyğuların üzərində olan dövlətin biri də yaşamayıb. Yaşaya da bilməz. Dövlət ancaq ağlın üzərində yaşayır. Çünki o yaradan mexanizmin maraqlar üzərində yaranır. Maraqları da ancaq ağılla təmin eləmək olar. Bu baxımdan, məsəl üçün, baxıram ki, Fələstinlə həmrəliyi, Qəzzaya Azərbaycan ürəyi belə yandı. Prezident İlham Əliyev Qəzza üçün bunu belə elədi, Fələstin üçün bunu belə elədi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qəzza üçün bunu belə elədi. Bunlar Azərbaycan əleyhinə olan şeylərdir. Azərbaycana bəlkə də bu ölkədə 5-10% din var. Bunları demək deyirsiniz, yəni Azərbaycan əleyhinə olan bir şeylərdir. Çünki biz humanitar yardım hər yer eləyirik. Humanitar yardımı hər yerə eləmək olar. Amma bilirsiniz, əgər bu günləri Azərbaycana qarşı din üzərindən bir baskı varsa, bunlar eləmək, o deməkdir ki, siz bu baskının qarşısında geri çəkilirsiniz. Bunu 3 ay əvvəl, 2 ay əvvəl, 1 ay əvvəl, 5 ay əvvəl eləməyin bir problemi yox idi. Amma siz bilirsiniz ki, siz indi çox izləyən şəxslərdən birisiniz. Bilirsiniz ki, həm Azərbaycandan olan şəxslərin, həm də Azərbaycan
xalqların, qeyri-dövlətlərin vətəndaşları üzərindən Azərbaycana bir din baskısı var. Din təzyiqi var. Din təbliğatı üzərindən təzyiq var ki, Azərbaycan İsraillə birdir, Azərbaycan müsəlman qardaşlar olan Fələstinliləri unudub, Qəzzalılar unudub. Bunun üzərindən Azərbaycan hakimiyyətinə bir təzyiq var. Fələstin Xarici İşlər Naziri Varsin Ağambəkardır ki. Orasını qoyuram kənara. Bu heç kəsi düşündürmür. Amma Müsəlman ölkəsinin Xarici İşlər Naziri. Amma bizim prezident dedi axı, dedi ki, ərəblərin problemləri, ümumiyyətlə orada olan problemlər öz problemləri. Bizim Türk dövlətlərinin ancaq münasibətimiz var. Səhv eləmirəmsə, yanvar ayının 12-si idi. Səhv eləmirəmsə, tarix yadımdan çıxır. Prezident İlham Əliyevin yerli televiziyaların müsahibəsində səsləndirdiyi fikir idi və həddindən artıq doğru tezisi idi. Təkcə Azərbaycan üçün yox, bütün qeyri-ərəb dövlətlər üçün, Türkiyə üçün, Türkmənistan üçün, Qazaxıstan, hamısı üçün ən doğru tezisi idi, ən doğru yol idi. Amma bu günlər nədir? Prezident İlham Əliyevin o siyasətinə qarşı bu günləri Azərbaycanı elə göstərməyə çalışırlar ki, və yəni mən baxıram Azərbaycan mətbuatına baxıram, ondan sonra YouTube kanallara baxıram, Facebook üzərindən aparılan təbliğata baxıram. Heç bir zaman Azərbaycan hakimiyyətinə qarşı və Azərbaycan dövlətinə qarşı din üzərindən belə təzyiq olmayıb. Məncə bu əslində elə hakimiyyətə qarşı olan təzyiqdir. Və bu Türkiyədə də aparılır, İranda da aparılır və çox geniş bir coğrafiyada aparılır. Avropadakı bəzi şəxslər, Azərbaycandan qaçıb getmiş adamlar, bu çox maraqlı bir şeydir. Gedib demokratik Avropaya sığınıb, oradan Azərbaycana din üzərindən təzyiq aparır. Din üzərindən, məsəl üçün, Xomeynini şəhid olaraq və yaxud onun yanındakılar şəhid olaraq, həmin Xomeyni 2 ay əvvəl, ölümündən 2 ay əvvəl İranda 30 mindən artıq insanı güllələtdi və bütün hakimiyyəti boyu bir neçə milyon adam öldürüb. Onu demir, deyir ki, çox məsum adam idi, yanındakı körpə məsum körpə idi. Bir hayküyü salıblar və onun üzərindən də Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə kəskin bir təzyiq kampaniyası aparırlar. Mən hakimiyyətin münasibətim belədir ki, hakimiyyətin səhvi varsa biz onu deməliyik. Tənqid olmalı məsələsi varsa hökmən tənqid eləməliyik və bunu da edirik. Amma Azərbaycanın həyati əhəmiyyətli məsələlərini Azərbaycan hakimiyyətini tənqid edib deyib qurban vermək bu dövlətə xəyanət. Alçaqlıqdır. Burada bir şey məqamda var Xəqan bəy. Mən sizə bir şey deyim sizə. Çünki bizim ən böyük uğurumuz elə sekulyar dövlət qurmağımızdır. Bu ən böyük uğurumuzdur bizim. İkinci ən böyük uğurumuz da ərazi bütövlüyümüzü bərpa eləməyimizdir və biz o savaşda heç vaxt müsəlman, xristiyan, ermənilər çalışırdılar ki, güya Suriyadan bizə kömək gəlir, Fələstindən bizə kömək gəlir. Çalışırdılar onu demək. Az ki, Fələstin Ermənin yanında olur. Amma biz bütün dünyaya sübut eləyə bildik ki, biz ərazi beynəlxalq hüquqa görə hərəkət edirik, ərazi bütövlüyümüzü bərpa eləyə bilmişik. İndi təzədən özümüzü müsəlman güya ki, təəssübkeşi kimi göstərdiyimiz məqamda, onda ermənilər də xristiyandır da. Onda bütün xristiyan dünyası da başlayarlar ermənilərə təəssübkeşlik eləmək ki, bunlar sizi xristiyan kimi oradan qovublar. Bu ən təhlükəli bir məqamdır. Ona görə də mən güman edirəm ki, bunlar sadəcə alçaqlar Azərbaycanın əleyhinədir. Bəli. Baxın, Ukraynada müxtəlif xalqların təmsilçiləri döyüşür və öləndə də dərhal bilinir ki, elan olunur ki, Azərbaycandan, Gürcüstandan, həm dünya müxtəlif ölkələrindən. Amma 44 günlük müharibədə Azərbaycan ərazisində Azərbaycan tərəfindən döyüşüb ölmüş nə bir nəfər qeyri-millət yoxdur, nə də yaralanmış qeyri-millət, qeyri bir dövlətin vətəndaşı yoxdur. Elə bir dövlət yoxdur ki, onun bir vətəndaşı bu müharibədə barmağına güllə dəysin. Heylə bir adam yoxdur. Heylə bir işin belə deyək ki, şəhidlərimizin içində xristiyanı da var, yudeyi də var, Azərbaycan vətəndaşı olan bütün xalqlar o müharibədə iştirak edib və çünki bu dövlət bir tayfanın başqa tayfa üzərində qələbə salıb yaratdığı dövlət deyil. Bu dövlət, bu coğrafiyada yaşayan bütün xalqların fədakarlıq edərək yaratdıqları dövlət. Bunlar fərqli şeylərdir. Rusiya, rusların başqa xalqlar üzərində qələbələrinin nəticəsində yaranmış dövlətdir. Yəni, Tatarlar və digərləri qıraraq orada bir Rusiya dövləti yaradıblar.
Bu bir millətin başqa millətlər üzərində qələbəsindən sonra yaranmış dövlətdir. Amma Azərbaycan dövləti bir tayfanın, bir xalqın başqa xalqlar üzərində qələbəsindən yaranmıyor. Bu bütün bu coğrafiyada yaşayan xalqların fədakarlığından yaranmış dövlətdir. Bəli, Çin əl-ələ verib biz burada dövlət yaratmışıq. İndi burada bir məqam var. Siz dövlət başçılarının bu günlərin problem var da, dövlət başçılarının Fransada da, məncə Amerikada da, hətta sevdiyim Böyük Britaniyada da, mən çox sevdiyim bir ölkədir Böyük Britaniya. Amma mən Böyük Britaniyanın Thatcher, Churchill, Elizaveta və s. Hətta Boris Johnson. Boris Johnson özü xarizmatik adam idi filan. İndiki baş naziri də hörmətimiz var, onu da çox istəyir, amma soyadı yadımda qalmır çox vaxt. Keir Starmer bəlkə də Böyük Britaniyanın bu dövr üçün ən uğursuz baş naziridir. Siz belə qiymətləndirirsiniz. Bəlkə də başqa dövr olsaydı, müharibələr olmasaydı çox yaxşı bir baş naziri olar. Amma bu günləri 26 martda elan edirsən ki, mənim sahil sularımdan Rusiyanın sanksiya altında olan tankerlər çıxsa həbs edəcəm. Birini də həbs eləməmişsən bugün. Və yeganə də ortada məsələ ondan ibarətdir ki, bunu həbs edib öz limanlarımıza çəkəcək. Bunun limanlarımızda saxlamaq xərcini kim ödəyəcək? Böyük Britaniya dövləti bu vəziyyətə düşə bilməz. Və yaxud da ki, Amerika Birləşmiş Ştatları, o Amerika Birləşmiş Ştatları ki, 40-cı ildə sizə kömək gəlməsəydi, Hitler hamınızı məhv eləyəcəkdi. Böyük Britaniyanın da Sovet İttifaqında hamısını məhv eləyəcəkdi. Hitlerin qarşısını ala bilməyəcəkdilər. Lentliz aldı. Bəli. Amerika aldı. Amerika indi səhv düz, doğru səhv. Bu onun öz işidir. Bu İran müharibəsi Amerikanın işidir. Amerika ona qiymət verək ki, səhv düz. Sən Amerikanın müttəfiqisənsə və o səni Almaniyadan xilas edib qurtarıbsa və təxminən belə deyək ki, 70 il səni Sovet İttifaqından, Rusiyadan qoruyubsa, sən onun təhlükəsizlik sətri altında inkişaf eləmirsənsə, bu günləri səhv düz, o bir müharibə aparır. Onlar tərəfdən küsürlər, onlar Amerikadan küsürlər təbii ki, amma bu... Orada bir müttəfiqlik lazımdır. Bax, Avropanın etmədiyi və Trumpın burada tamamilə haqlı olduğu məsələdir. O, Trump səhvdir, doğrudur, o başqa şeydir. Amma bəlkə də 40-cı ildə, 41-ci ildə başqalarının gözündən baxanda Hitler səhv deyildir. Bilirsiniz ki, Birləşmiş Ştatlarda da Hitlerin, məsəl üçün, orada belə senatda müəyyən şəxslər var idi ki, senatorlar, konqresmenlər deyirdi ki, biz niyə Britaniyanın, Sovet İttifaqı, Avropanın böyüyən iqtisadiyyatı Almaniyadır. Biz Almaniya ilə müttəfiq olmalıyıq, dost olmalıyıq. O, kimlə müharibə aparır, bizim problemimiz deyil. Bir də Xaqan bəy, gəlin siz Almaniyanın bax 2-ci Dünya müharibəsindəki sayaqdır müttəfiqlərini. Rumıniya, Bolqariya, Macaristan, Xorvatiya, İtaliya, Yaponiya və s. və s. və s. Yəni dünyanın çox qüdrətli dövlətləri ondan müttəfiq idilər. Amma mən başqa şey yönəltmək istəyirəm bu söhbəti. Siz təbii ki, problem var dövlət başçılarının, siyasətçilərin içində. Şükür Tanrı ki, Türk dövlətlərinin indi vaxtımız gətirib, çünki həm Mirzəyevdir, həm də Cənab Ərdoğan da, bilmirəm, və yaxud da Tokayevdir, özümüzü tərifləməyik də, biz balaca, amma biz ön sıradayıq, həmən o təriflərin ön sırasındayıq. Amma burada ən təhlükəli Putindir təbii ki, çünki Putin başlayıb o böyük müharibəni, işğalı başlayıb, yəni haqsızlığa, uşağı öldürməyə, doğum evlərini falan vurmağa, amma onun psixologiyasındakı problemləri biz neçə ildir burada danışırıq. Deyəsən, indi psixologiyasındakı problemlər o qədər dərinləşib ki, mən bir kadr göstərəcəm sizə, siz istəyirəm onu şərh eləyəsiniz. Çünki bu kadrda tam görünür ki, ona vurulan ilaclar, ona vurulan o iynələr, yəni çıxış zamanı, çünki indi Rusiya çox çətin vəziyyətdədir və bilirəm ki, bunkerdən çıxmağa çətinlik çəkir. Çünki bütün Rusiyanın portları, limanları vurulur, zavodları vurulur, iqtisadi məhv halındadır bu dükanlardan tutmuş böyük zavodlara kimi hamısı dayanır və dünyada da artıq Putin yaddan çıxır. Çünki indi İran söhbətindən sonra bu iynələr, ilaclar deyəsən pis təsir eləyir. Adama sual verirlər. Adama deyəndə ki, Putin deyirəm. Putinə sual verirlər. Deyirlər ki, bəs bu JKK-da var, JKK deyirlər onlar. Yəni kommunal xidmət filan, qiymətlər sürətlə qalxır. O gözlənilmədən çox qəribə sual verir ki, şurada inflyasiya var. Bəs deyirsən inflyasiya yoxdur, yaxın dediniz inflyasiya yoxdur. Biz ən yaxşı iqtisadiyyat bizdə iqtisadi inkişaf edir. Müharibəmizə heç bir təsir yoxdur. Deyirsən inflyasiya var. Ona
nisbətən də bu qalxır və sonra deyir ki, biz illər boyu həmən o xərci sağdan sola çəkmişik, sonra soldan sağa çəkmişik, özü deyir, sağdan sola çəkmişik, soldan sağa çəkmişik, nə demək istəyir, o sağ sol aradı bilinmir. Sonra da görür ki, nəsə deyəsən düz demədi, başlayıb çaşı qalır ortaqda. Baxın bu kadrı zəhmət olmasa, görün bu nə qəribə bir ilacdır və ilacın nəticəsi necə olur. Что касается ЖКХ, вы сказали, да? Ну да. Смотрите, жилищно-коммунальные платежи, они подрастают в зависимости от инфляции, потому что если они не будут вообще никак подрастать, то у нас ЖКХ, где и так проблем очень много, они копились десятилетиями, ЖКХ сфера сама, она просто разрушится. Что мы сделали по тарифам на электроэнергию, на тепло, на воду? Мы сдвинули платеж справа налево. То, что мы должны были Salam. Və salam, belə, demək ki, orada sual da ola bilər ki, bu problemlər deyilsin illər boyu, kim eləyib o problemləri? Kim yaradı bu inflyasiyanı? Sağ, sol deyildi və bu doğrudan mı onun belə böyük psixoloji problemi var? Heç şübhəsiz ki, böyük psixoloji problem var. Yəni, bu da təbiidir. Niyə təbiidir? Çünki Putin Ukraynaya qarşı müharibəni başlayanda hesab edirdi ki, 2 həftə ərzində hər şeyi bitirəcək. Həm Ukraynanın tam nəzarət altına alacaq, eyni zamanda 2 həftə ərzində orada bir keçid hökuməti formalaşdıracaq və sonra da onu tamamilə əbədi edəcək və sonra da üzünü digər respublikalara çevirərək bir ayın tamamında SSR2 formatında bütün bu 3 Baltik yan respublikasına olmanın digər hamısını yığacaq özünün belə deyək ki, şinelinin altına və ondan sonra başlayacaq Qərblə mübarizəyə. Bunu hesablamışdı, amma indi artıq Rusiyanın şəhərlərini və kəndlərini qoruya bilmir. Rusiyanın ən strateji obyektləri hər gün od içində yanaraq kül olur. Bu günlər Rusiyada elə bir adam yoxdur ki, desin ki, biz qalib gələcəyik. Bunu deyən bir dənə adam qalmayıb ki, çıxıb desin ki, biz qalib gələcəyik. Belə bir ifadə daha heç kəs işlətmir. Çünki hər kəs başa düşür ki, artıq bu mümkün deyil. Mümkün deyil, bu heç şübhəsiz ki, bu boyda itkilər, bu boyda şeylər insan psixologiyasına mənfi təsir edən şeydir, onu dağıdan şeydir. Yəni, Putinin də bu uğursuzluqlar heç şübhəsiz ki, onun psixologiyasını zədələyib, dağıdıb. Çünki əvvəldən də bu güclü lider deyirlər. Bunun güclü lider obrazını yaratmışdılar. Amma bunun hakimiyyəti illərinə baxanda aydın görsənir də, məsəl üçün bu ciddi bir hadisə olanda bir neçə gün yoxa çıxırdı. Münasibət bildirmirdi. Olurdu, texniki qəza oldu belə. Məsəl üçün Kursk sualtı qayığı batmışdı. Bir neçə gün yoxa çıxdı. Sonra dedilər ki, nə oldu? Dedi ki, batdı. Elə beləcə də dedi, batdı. Yəni, bir dövlət başçısının verəcəyi reaksiya deyildi. O zaman da məlum idi, bugün də məlumdur ki, bu... Sualtı qayığa deyirik, batdı. Hə, sualtı qayığı... O, suyun altındadır, o. Yəni, o batdı, çıxdı, getdi və oradakı insanlar da ondan çıxdı, getdi. Yəni, bir dövlət başçısının verdiyi reaksiyanı vermədi. Sanki yoldan ötən bir adamın verdiyi bir reaksiya idi. Biraz güldü belə, sevinci. Hətta, məsəl üçün, o belədir. Ciddi reaksiya verərsən, suallarla doğurar. O suallara cavab elə bilir. Ona görə, indi elə bir adamın bu vəziyyətə düşməsi mənim üçün çox normaldır. Digər tərəfdən də, mən bunu çox təbii qarşılayıram. Digər tərəfdən də, Rusiyada insanlar uzun ömürlü deyil. Orta ömür, Putin Rusiyadakı orta ömür həddini keçib. Xüsusilə kişilər arasındakı orta ömrü çoxdan keçib. Bu, mərhum Bülent Ecevit xəstə idi və yaşlı idi. Müxalifətlər ən çox bunu səhət üzərindən tənqid edir və Recep Tayyip Erdoğan'ın o vaxt çox məşhur sözləri var idi. Deyirdi ki, yaş yetmiş, iş bitmiş. İndi Putinin də yaş yetmiş, iş bitmiş. Yaşı 70-i də keçib. Rusiyada çoxu, belə deyək ki, deməli, Rusiyada yaşı 65-ə çatmış qadınların 2 nəfərindən biri duldur.
Yəni Rusiya bu o deməkdir ki, Rusiyada 50%-dən yuxarı 65-i keçmir. Kişilər deyil. Qadınlar daha çox yaşayır, kişilər. O şəraitdə əlbəttə ki, 65-i İndi Putin o 65-i keçib. Orta ömrü keçib. Digər tərəfdən də bu qədər zədələr özdə belə deyək ki, güclü də lider deyildi. Bütün bunlar onun heç şübhəsiz ki, psixologiyasını dağıdır. İndi o biriləri işiyə qurşanıb, işi onların German Greyev, Medvedev bunlar işiyə qurşanıblar və özlərini... Üstülə Medvedev tövbə eləyib, yoxsa yoxdur belə bir şey? Yox, onların tövbəsi aparıb gərək onu xəstəxanaya qoyarlar. Çünki o artıq beyin əsəbləri pozulub, özünü normal idarə edən bilən adam deyil. Yəni belə bir vəziyyətdə Rusiya elitası belə bir Rusiyanın əhval-ruhiyyəsinə baxırsan, biri çıxır deyir ki, Amerika bizim düşmənimiz deyil. Amerika heç vaxt bizim düşmənimiz olmayıb. Biz təcili Amerika ilə danışmalıyıq, anlaşmalıyıq. Trumpın istədiyi sövdələşməni, Trumpın saziş, müqavilə demir, sövdələşmə deyir. Trumpın leksikasından danışır da. Trumpın bəlkə yaltaqlanırlar. Sövdələşməni imzalamalıyıq. Ukrayna ilə də müharibəni pis yaxşı qutarmalıyıq. Bizim bir dənə düşmənimiz var. Bizi bu müharibəyə çəkəndə, Amerika ilə düşmən eləyəndə, Ukraynaya salanda Britaniyadır. Britaniya bizi məhv eləyir. Əgər indi burada müəyyən bir məsəl bu coğrafiyada kimin işi əyri gedir, deyir ki, bunu ingilislərlə. Bu çox yayılmış bir şeydir. Bir də maçyonlar. Çox yayılmış bir şeydir. Bir neçə ailə var deyirlər. Və xəstəlik də faktiki olaraq bu coğrafiyanın xəstəliyinə çevrilir. Halbuki dünyada bir möcüzə yaratmış, Singapur möcüzəsi adlı bir möcüzə yaratmış. Lu Kuan Yu deyirlər ki, siz necə oldu ki, bunu edə bildiniz də. Dünyada adı olmayan bir dövlətdir, gətirin dünyanın nümunəsinə çevrilmiş. Singapuru söylüyorsunuz. Bəli. Deyir ki, biz İngilislərdən liderlik tərbiyəsi almış bir qrup burjuaziyaydıq. Öz fəaliyyətlərini o fəlsəfənin içərisində ifadə edir. Və sonralar o uğurları ard-arda qazandılar. 60-cı illərin sonlarından başlayaraq ard-arda qazandılar. Və 80-ci illərin ortalarında artıq elə bir vəziyyətə gəlib çatmışdılar ki, xanım Margaret Thatcher dedi ki, bir zamanlar Singapur bizi örnək götürmüşdü. Amma bugün Singapur bizim üçün örnəkdir və bizim üçün bir heyranlıq obyektidir. Biz onlara heyran olmaqda davam edirik. Yəni, ölkəm bununla yüksəldi. Və yaxud da ki, bunu bir dəfə də ifadə eləmişəm. Yaponiyada modernləşməni Soso beşli deyilən 5 nəfər başlayıb. Bundan yeganə bir özəlliyi var idi. Yaponiyadan gizli şəkildə qaçaraq Britaniyaya gedib, Britaniyada təhsil almışdılar. Və o 5 nəfər Yaponiyanın şərq ölkəsindən inkişaf eləmiş modern bir ölkəyə çevirdilər və 1904-cü ildə Rusiya donanmasını məğlub edilər. Bu dünya üçün bir şok oldu. Halbuki həmin dövrdə dünyada ən güclü donanmalardan biri Rusiya donanması idi və Rusiya donanmasını tamamilə məhv elədilər. Deyəmişəm, həmən dövrdə 1905-ci il savaşını deyirsiniz. Yapon savaşını deyirsiniz. Yaponiyanın əhalisi 40 milyon idi, 40 milyon. Rusiyanın əhalisi 220 milyondan artıq idi. Və hesab edirdi ki, onu siz necə Ukrayna kimi də belə... Çünki çox bənzəyir. O cürlərdən getmişdilər ki, bunlar kimdir? Makaka filan deyirdilər onlara. O qədər böyük təəssürat doğurmuşdu ki, Osman, o zaman Türkiyə yox idi, Osmanlı dövləti idi. Osmanlıda, İranda və digər belə deyək ki, Ərəb coğrafiyasında insanlar övladlarına, donanmanın komandanı var idi, soyadı yadımdan çıxıb, onun soyadını övladlarına isim olaraq verirdilər. Rusların, Yaponların təbii ki. Yapon donanmasının, qalibiyyətdən sonra. Yapon donanmasının komandanı, indi soyadı yadımdan çıxıb. Biraz çətin olar soyadlar, amma tarixdə... Onun soyadını Osmanlıda, nə bilim, Misirdə, orada, burada, İran coğrafiyasında insanlar övladlarını isim olaraq verirdilər. Ad olaraq uşaqların adını ondan qoyurdular. Çünki elə böyük bir qələbə qazanmışdı ki, dünyada böyük bir, indi məsəl üçün, Ukraynayan bu Rusları ki, bu vəziyyətə qoyur,
onu çox parlaq şəkildə və qısa müddətdə eləmiş. Bəli, Port Arthur falan çox böyük ələm idi. Çox böyük sarsıcı. Demək ki, uzaq şərq donanmasını məhv elədi Rusiya. Faktiki olaraq batırmışdı da gəmini. Ondan sonra Rusiyada üsyan qalxdı. Bu bəli. Ukrayna müharibəsindən sonra da üsyan qalxdı. Bəli, 100%. tamamilə doğrudur. 1905 üsyanı var. Tamamilə doğrudur. Düzdür, Zyuganov artıq 1917-ci il eşidirsiniz Zyuganovun danışıqlarını. Bəli, indi məsəl üçün Rusiyada çox adam deyir ki, 1916-cı il, 1917-ci il. Əslində burada bir gerçəklik var. Zyuganov deyirsə, Rusiyada inqilab, xalqın üsyanı, müharibədəki uğursuzluqların böyük itkilərini hesabına, məğlubiyyətin yox, böyük uğursuzluqların itkilərini, çox böyük itkiləri var idi və ilk dəfədə qadınlar küçəyə çıxmışdılar. Peterburqda ilk olaraq və onda bolşeviklər deyirdi ki, hələ tezdir, inqilabsa da vaxtı deyil, küçəyə, havaya yerə çıxmayın. 2 ay sonra hakimiyyət dəyişdi. Yəni Rusiyanın belə bir şeyləri də var. İndi nə ifadə eləmək istəyirik? Onu ifadə eləmək istəyirik ki, Kamal bəy, bizim coğrafiyada insanlar çox yanlış təəssüratlarla düşünür. Çox yanlış bir adamın səsləndirdiyi bir fikir, bəzən məsuliyyətsiz bir söz, fikir görürsən ki, bütün cəmiyyətdə bir düşüncə halına gəlir. Ben size razıyam. Məsəl üçün, deyirəm ki, bizim torpaqlarımız işğal olundu və sonra biz torpaqlarımızı işğaldan azad elədik. Doğru mu? Deyirəm ki, bax burada bizim dostumuz, düşmənimiz hamısı məlumdur. Bax, 91-ci il Azərbaycan müstəqilliyini bərpa edən gündən bu günə kimi Azərbaycanın yanında olan, qarşısında olan və yaxud da ki, bir tərəf qalan bütün dövlətlər məlumdur. Azərbaycanın yanında olan dövlət bir nömrəlik əlbəttə ki, Türkiyədir, Pakistandır, İsraildir, 3 və salam. Yəni 91-ci ildən mən başlayacağım. Bəli, 91-ci ildən mən çalışıyorum. Mən indi buradan efirdən çox şey dedim. Qarşımızda diyan ölkələr kimi idi. Rusiya, İran. Bəli, indi mən çalışıyorum, bizim düşmənlərimiz də məlumdur. Onunla bağlı bir gün kimlə istəyirsə debat da eləmək olar. Hər şey danışa da bilərik və danışmaq da lazım. Biz ancaq faktla danışırıq. Məsəl üçün, 91-ci il Azərbaycan müstəqilliyini bərpa edən gündən bu günə kimi Pakistan bir dəfə də olsun Azərbaycan əleyhində bir işdə olmayıb. Bəli. Pakistan gücü çatmadığı işlər olub. Bu başqa şeydir. Tabii ama bizimlə yəni. Amma Pakistan heç bir zaman Azərbaycan əleyhində bir işdə olmayıb. Bunu mən buradan tam bəyan edə bilərəm. İsrail 91-ci ildən bu günə kimi bir dəfə bizim əleyhimizdə bir işdə olmayıb. Yəhudi lobbisi bir dəfə bizim əleyhimizdə bir işdə olmayıb. Əksinə tərəfimizdə böyük işlər görülür. Türkiyə bizim qardaş dövlətdir. Amma bu Rəcəb Tayyip Ərdoğan öz hakimiyyəti deyildimi o sülh protokollarını imzalayan? Bu bizim bu tarixdə, Türkiyənin bu 30 illik tariximizdə, 35 illik tarix, bu səhnə də var. Parisdə aparılan danışıqlar da var. Sülh danışıqları var. Sülh danışıqları 2 illik bir mərhələdir. Bir gündə ortalığa çıxmış sənət deyil. Amma Pakistan bunu heç zaman etmədi. İsrail bunu heç zaman etmədi. Yəhudi lobbisi heç zaman erməninin marağını bizim marağının önünə çəkmədi. Və yaxud da ki, erməni ilə barışmaq xatirinə bizi kölgədə qoymadı. Amma Prezident İlham Əliyevin sülh protokollarına sərt, Azərbaycanın sərt etiraz olmasaydı, o sənədlər təsdiq olacaqdı. İmzalanmış Türkiyənin Xarici İşlər Naziri Əhməd Davutoğlu'nun imzası ilə və Ermənistanın o zaman baş naziri Serj Sarkisyanın imzası ilə sülhdə imzalanmış o protokollar Azərbaycanın kəskin müqaviməti olmasaydı, kəskin tənqid olmasaydı, hökmən şeydən keçəcəkdi parlamentin. Çünki onu imzalayan hökumət parlamentdə çoxluğa malikdir. Yəni, onun deputatlar həmin hökumətin deputatlarıdır. Təsdiq olacaq. Yəni, biz bu məhəllərin hamısını yaşamışıq. Elə deyil ki, yaşamamış olaq, deyək ki, bunlar yoxdur. Azərbaycanda deputatların, ondan sonra ictimai-siyasi xadimlərin Türkiyə səfərləri, etirazları, oradakı görüşlər, Milliyyətçi Hərəkat Partiyasında, digər partiyalarındakı bunun təsdiqliyi Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunu tamamilə zədələyəcək. Keçmiş olsun. Təbii ki, yəni bunlar hamısı bizim tariximizdə olub. Və yaxud da ki, Böyük Britaniya bura gəlib neft layihələrini gerçəkləşdirməsəydi,
Biz indi neft sata bilməzdik. Yox, biz indi ümumiyyətlə Bax bu günləri Azərbaycandan bir 100 dəfə zəngin dövlət olan Qazaxıstan çox gərgin bir vəziyyətdədir. Təbii. Özünün sərvətlərini dünya bazarlarına çıxarmaq üçün İndi Tuapse-lə vurulub tamamilə. Çox böyük problemlə üzləşib. Əvvəl Rusiya üzərindəndir, Rusiyadan asılı idi. İndi də Rusiya üzərindən gedir, amma Ukrayna imkan vermir. İndi İran məsələsi daha çox bağlıyıq. Məsəl üçün, bu yaxında mən çox oxuyuram, Qazax mətbuatını çox oxuyuram. Çünki belə deyək, bu türk coğrafiyasında mən Qazaxıstanı ən çox inkişaf eləmiş toplum hesab edirəm. Və buradan mərhum Məhəmməd Qunayevdən başlayan, Nazarbayev ilə davam edən böyük bir məktəb var. Dövlətçilik məktəbi var. Tam doğru. 100 mindən çox Amerikada, Avropada, Yaponiyada tələbə oxutdular və onlar Qazaxıstanı tamam dəyişdilər. Qazax mətbuatında... İndi yönetimdə Turançılar, Türkçülər həddən artıq çoxdur. Qazaxıstanda çox yaxşı mətbuat var. Mən çox oxuyuram. Bax, bu günlər çalışırlar ki, Pakistan üzərindən açıq dənizlərə çıxa bilsinlər. Burada da problem var. Nə dəmir yolu yoxdur, nə infrastruktur yoxdur. Yəni, belə deyək, nefti, qazı daşımaq üçün bunu vedrədə daşıya bilmərsən. Bunlar dəmir yolu lazımdır və yaxud da ki, boru xətti lazımdır. Hamısı böyük problemdir. Halbuki Qazaxıstan türk coğrafiyasının ayağa durmasının yeganə ünvanıdır. O olunmasa türk coğrafiyası heç zaman ayağa qalxa bilməz. Çünki ən zəngin dövlətimiz odur. Prezident Tokayevin Almaniyada ifadə elədiyinə görə dedi ki, Qazaxıstanın məlum ehtiyatları, yeraltı sərvətləri 46 trilyon dollar. Bu çox dəhşət. Bu təxminən Rusiyadan sonra bəlkə də ən böyük. Rusiyanın 110 trilyon deyirlər. Belə bir şeylə var ki, Qazaxıstan Rusiyadan sonra ikinci yerdədir. Yəni bu Azərbaycanı, Qırğızstanı, Özbəkistanı, Türkiyəni inkişaf elətdirəcək yeganə coğrafiyadır. Və onun yaşaması hamımızın yaşaması deməkdir. Və istehsalatı da yaxşıdır. Təkcə sərvətləri deyil. Yəni mən nə ifadə etmək istəyirəm? Məsəl üçün, Qazaxıstan o sərvətləri bizi çox geniş bir logistika sisteminə çevirir. Bax, bu günləri Azərbaycanın orta yolu falan, bax, bu dəhlizlər hamısı Mərkəzi Asiyanı, indi məsəl üçün, Birləşmiş Ştatlarda bir neçə yeni təşəbbüslər var. Konqresmen, mən onlarla bağlı yazmışam. Konqresmenlərin arasında müəyyən təşəbbüslər var. Məsəl üçün, 7 fək plus bir təşəbbüsü var. Onun, belə deyək ki, təqdimatını ediblər. Oradan Azərbaycan və 5 Orta Asiya Respublikası və Əfqanistan, bu 7 ölkəni və plus Amerika. 7 bu dövlət və plus Amerika, belə bir format. Başqa bir təşəbbüs var, bunun adına təhlükəsizlik qövsü deyilir. Konqresmenlər tərəfindən hazırlanıb. Orada məqsəd odur ki, NATO artıq keçmişdir, dördür və onlar həqiqətən də o yanaşma doğrudur. Çünki onların yanaşması belədir ki, NATO müdafiə blokudur. Sovet İttifaqından, Sovet təhlükəsindən Avropanı xilas etmək üçün yaradılmış blok idi. İndi bu təhlükə yoxdur. Sovet yoxdur, Rusiyada zəifdir. Zelenski dünən bir əla təklif elədi, əla bir ittifaq təklifi var idi, yəni hərbi ittifaq təklifi var idi. Azərbaycan, Ukrayna, Böyük Britaniya, Norveç. Türkiyə bir də. Azərbaycan yox idi, orada Türkiyə vardı. Mən Türkiyədən Azərbaycan hissəsi, çünki Türkiyə hardasa olacaq. Türkiyə, Ukrayna, Böyük Britaniya, Norveç. Ondan danışam və onun haqqında yazmışam da. İndi ona gələrəm, Birləşmiş Ştatlarda... Bizim vaxtımız sağlıqlı bitir. Birləşmiş Ştatlarda... 2 dəqiqə vaxtımız var. Birləşmiş Ştatlarda o təhlükəsizlik qövsü, o da, məsəl üçün, Yaponiyadan Birləşmiş Ştatlara kimi bütün qlobal bir təhlükəsizlik sistemidir və orada Azərbaycanın, Qazaxıstanın çox böyük önəmi var. Heç şübhəsiz bu bizim xeyrimiz olandır. Və Prezident Zelenskinin təklif elədiyi NATO-dan sonra Avropanı qorumaq üçün Avropa İttifaqı ilə birlikdə olmalı 4 ölkənin adını çəkib. Bunlar Türkiyə, Ukrayna, Böyük Britaniya və Norveçdir. Yəni bu 4 ölkənin heç biri Avropa İttifaqının üzvü deyil və orada onun belə bir ifadəsi də var ki,
Ukrayna, Türkiyə və Britaniya ordusu birlikdə olsa, bu Rusiya ordusundan güclü Yox, olacaq. mən üzr istəyirəm. O məqamda Türkiyə və Ukraynanı söylədi. Heç Britaniya, Norveçi söyləmədi. O dedi ki, Türkiyə və Ukrayna ordusu birlikdə 100% Rusiyanın... Birlikdə güclü ola bilməz, çünki nüvə çətiri yoxdur. Nüvə çətiri olmasa, nüvə dövlətinə qarşı dayana bilməz. Yox, mən onu oxumuşam, çox yazmışam da, hətta Ukrayna mediasında da onunla bağlı söhbətlərimiz oldu. Təbii ki, Böyük Britaniyasız. Yəni, nüvə dövlətinə qarşı, nüvə dövləti olmadan dayana bilmərsən. Bu kimi gerçəklikdə... Ukrayna deyil ki? Yox, Ukrayna bu günləri özünü müdafiə edir. Amma ittifaq olaraq, alyans olaraq bir nüvə dövlətinə qarşı bir alyans yaradacaqsa, hökmən orada bir nüvə dövləti olmalıdır. Böyük Britaniya yəni, bu günlər Rusiya işğalçıdır və nüvə silahını əl ata bilmir. Bu başqa şeydir. Amma Sovet İttifaqına qarşı nüvə dövləti olmayan Birləşmiş Ştatlar olmasaydı, tutaq ki, Birləşmiş Ştatlar nüvə dövləti olmasaydı, Sovet İttifaqının qarşısını kimsə dayandıra bilməzdi. O dövrdə mi razıyam? O dövrdə belə idi. Bax, bunlar bu gerçəkliklər belədir. Amma burada çox önəmli bir məqam var və izləyicilərin də vaxtından sui-istifadə edərək onu demək istəyirəm ki, indi çox maraqlı bir hadisə baş verir. Nüvə dövlətlərinin özünün belə təhlükəsizliyi artıq şərti xarakter daşımağa başlayır. Niyə? Çünki süni intellekt nüvə bombasından önə keçir. Yəni, bu günləri dünyada ən çox nüvə başlığı olan Rusiya, yəni 5889 nüvə başlığı var. Bu günləri Çindən texnoloji asıllığı var. Rusiya özünün texnoloji suverenliyini itirib. Bax, bizim də söhbətimizin əvvəlinə qayıdıram. Bizim Birləşmiş Ştatların münasibətlərimizin korlanması, İsraillə münasibətlərimizin korlanması bizim hətta Ermənistan qarşısında texnoloji təhlükəsizliyimizi, suverenliyimizi itirməsinə gətirib çıxarır. Çünki dünyanın iki dənə böyük texnoloji gücü var. Bunun biri Birləşmiş Ştatlardır, o birisi Çindir. Dünyanın süni intellektdə iki öncül dövlət var. Bunun birincisi Birləşmiş Ştatlardır, ikincisi Çindir. Kosmos sənayesində birincisi lideri Birləşmiş Ştatlardır, ardınca gedən Çindir. Qalan dövlətlər burada tamaşaçıdır. Yalnız bunun ekspertlər, peşəkar ekspertlərin ifadəsidir ki, Avropa İttifaqı İsraillə bir yerdə olsa, texnoloji sahədə Çindən öndə Birləşmiş Ştatlardan geride ola bilər. Əks halda Avropa İttifaqı, yəni o 27 Avropa dövləti Çinə çata bilməyəcək. Yəni dünyada bu saatları kosmos, süni intellekt uğrunda gedən mübarizə iki dövlət arasında gedir. Üçüncü dövlət yoxdur. Orada iki dövlət var. Çin və Birləşmiş Ştatlar. Və bundan arasındakı rəqabət dünyanın liderini müəyyənləşdirir və artıq Birləşmiş Ştatlar kosmosda təxminən 75% payı var. Qalan 25%-in təxminən 23% zadı Çinin payıdır, 2%-dən Rusiyanın, Yeni Zelandiyanın falanın payıdır. Süni intellektdə təxminən 65-70% Birləşmiş Ştatların payıdır. Təxminən 30-35%-lik Çinin payı var. Ondan sonra digər ölkələrin payı var. Yəni biz bir dövlət olaraq, bu təkcə Azərbaycanı nəzərdə tutmuram. Türkiyəni nəzərdə tuturam, Qazaxıstanı da, Türkmənistan, bütün bu coğrafiyanı nəzərdə tuturam. Hətta Güney Azərbaycanı daxil edirəm ora. Hətta belə deyək ki, o Bəldistanı falanı da oraya aid edirəm. Bu coğrafiyadakı dövlətlər təxminən 5-10 ildən sonra, bəlkə də daha tez formalaşacaq dünya düzənində tamamilə yesir günündə qalmaq istəmirlərsə, tamamilə qapazaltı olmaq istəmirlərsə, hökmən və hökmən Birləşmiş Ştatların yanında yer almalıdırlar. Bunun başqa yolu yoxdur. Çünki nə energetikanız, nə avtomobil sənayeniz, nə dəmir yol, nə metro heç biri təhlükəsiz olmayacaq. Bunun hamısı süni intellektdən, kiber təhlükəsizlikdən asılıdır. Biz artıq asılıyıq Xəqan bəy. Biz indi Bobsad Amerikanın məkanında oturub danışırıq. Yəni Kamal bəy, sizin də vaxtınızdan sui-istifadə edirəm. Bitib. Vaxtımız da bitib və sui-istifadə edərək bunu da söylüyoruz.
Bunun alternativi yoxdur. Kimsə dediyim kimi o qapazaltı, yesir günündə olmaq istəyirsə, hansı yolu seçir? Azərbaycan İranda internet söndürüblər, həmən günə düşüblər. Rusiya indi interneti söndürür, həmən günə düşür. Kim internet söndürürsə aeroporta yanacaq. O Seyid Əli Xameneinin marşrutun və gündəlik həyat tərzini nədən öyrəndilər? Çinin orada qurduğu kameralardan öyrənirlər. Kameraların içərisinə girməmişdilər. Kameralar idarə edən proqramın içərisinə girək, Seyid Əli Xameneinin gündə neçə dəfə gedib gəldiyini, səhər namazını neçədə qıldığını və yaxud da ki, havaya neçədə çıxdığını, nəvələri ilə neçədə oynadığını çox dəqiq bilirdilər. O qədər dəqiq bilirdilər ki, və ən həlledici anda onu zərbə vurdular. İndi elə bilirsiniz, başqalarını bilmirlər. Hər kəsi bilirlər. Bu baxımdan mən istəyirəm ki, sizin dəstəyinizlə, bu telekanalın dəstəyi ilə apardığımız işin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan çağdaş mədəniyyətdən, çağdaş texnologiyadan yana olsun. Bizim ömrümüz bihudə getdi. Heç olmasa bizdən ki, sonraki nəsillərin ömrü bihudə olmasın. Olmaz inşallah, çünki əslində bayrağımızın da yol xəritəmiz ondan ibarətdir. Türklük, çağdaşlıq və təbii ki, Tanrı sevgisi. Əziz dostlar, Xəqani Cəfərli ürək doludur və biz hətta başqa məqamları da indi saatlarla burada müzakirə etsəydik, çox dəyərli, çox önəmli məqamları söyləyəcəkdik. Amma rezümə ondan ibarətdir ki, dünyada yeni şəkillənmə, yeni savaşlar hələ irəlidədir. Və dünya şəkilləndikcə bizdən güc, qüdrət tələb edir. Güc, qüdrət isə 10 milyonluq Azərbaycan deyil. Güc, qüdrət 50 milyonluq Azərbaycan türklərinin düşüncəsi və zehnidir. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Xoya, Ənzəliyə, Urmiyəyə, Dərbəndə sevgimizi, salamımızı çatdırırıq. Təşəkkürlər. Tanrı sizin olsun.